Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlərimiz. Dahi Akademinin 21-i 12-ci ay 2025-ci ildə keçirdiyi 7-ci siniflərin buraxılış sınaq imtahanının video izahıdır. Deməli, burada 27-ci sualdan başlayır Azərbaycan dili fənni. Feili bağlama olan cümləni müəyyən eləyin. Dünən anam mənə sevdiyim kitabı aldı. Burada sevdiyim feili sifətdir, aldı feilin təsriflənən formasıdır. A variantını çıxacağıq. İgid əsgər cəsarətlə döyüşürdü. Burada döyüşürdü feilin təsriflənən formasıdır. Cəsarətlə isə zərfdir. Sonra C variantında müəllim feil mövzusunu dönə-dönə izah etdi. Burada dönə-dönə dəfələrlə mənasını ifadə etdiyinə görə zərf kimi götürülür. C-ni də çıxdıq. Hüseyin yazılarını yazar-yazmaz yatmağa getdi. Yaz sözün köküdür. Ar, yaz sözün köküdür. Maz. Ar, maz şəkilçiləri vasitəsilə feili bağlama deməli yaranmışdır. Cavabımız olacaq D variantı. Sonra cədvələ əsasən uyğunluğu müəyyən edin. 28-ci sualda K-nın Y səsini ifadə etməsinə baxacağıq. Bizdən burada uyğunluğu soruşur. Bu hissəyə xüsusi diqqət yetirmək lazımdır. Şərik olmaq sözündə şərik sözü alma mənşəli olduğuna görə bütün məqamlarda K səsini ifadə eləyəcək. Ona görə cavablardan biri çıxırıq. Sonra 2. Çiçək ətri. Burada milli mənşəli sözlərdə sözün sonu K ilə bitərsə və özünün sonra sait gələrsə K, Y kimi tələffüz olunacaq. 2-ni düzgün cavab kimi götürəcək. Çiyələk mürəbbəsi və özündən sonra samit gələndə İ səsini verəcək. K, İ səsini verəcək. Ona görə 3-ü də cavablardan çıxacaq. Artıq buradan cavabı müəyyən eləmək olur. Digər sütuna da diqqət yetirək. Q-nın Q səsini ifadə eləməsi. Qulağı aparatı özündən sonra sait gəlib milli mənşəli sözdür. Ona görə Q-Q-ya çevriləcək. 4-ü düzgün cavab kimi qeyd eləyəcəyik. Bulaq başı. 5-i çıxırıq. Ocaq ətrafı özündən sonra sait gəldiyinə görə Q-ya çevrilib. Ona görə cavabımız 2, 4, 6 B variantı olacaq. 29. Hansı cümlədəki feilin inkarı fərqli yolla düzəlir? Feilin inkarı bütün məqamlarda mamə və arzu lazım şəklində isə deməli deyil hissəciyi vasitəsilə düzəlir. Deməli, mən sizdən uzaqlaşanda çox kövrəlmişdim, kövrəlməmişdim. Mamə ilə düzəlir. Sonra o tapşırıqlarını vaxtında etsə də, etməsə də, yenə də anası onu çox danlamışdı, danlamamışdı. Burada da mamədir. Sonra mən bilirdim ki, iki dünya bir olsa, olmasa da o buraya gələsidir, gəlməyəsidir deyə bilmirik. Ona görə deyil hissəciyindən istifadə eləyəcəyik. Artıq 3 variantı təhlil eləyəndə buradan cavab çıxır ki, cavabımız C variantıdır. İnatçı olduğuna baxmayaraq yenə də mənimlə razılaşdı, razılaşmadı. Burada da mamədir. Sonra atam hər zaman mənim bütün qərarlarımın arxasında dayanır, dayanmır. Burada da mamə, inkar hissəciyindən istifadə olunmuşdur. Deməli, ona görə cavabımız C variantıdır. İndi isə baxırıq 30-cu suala. Fədakarlıq sözünün fonetik təhlili ilə bağlı səhvi müəyyən edin. İlk növbədə fonetik təhlil üçün sözü düzgün tələffüz eləməliyik. Fədakarlıq. Söz bu formada tələffüz olunacaq. Deməli, sözdə 3 kar, 3 cingiltili samit iştirak eləyir. Deməli, baxırıq F kardır, D cingiltili, K kar, R cingiltili, X kar. Deməli, 3 kar, 3 cingiltili samitimiz var. Bu düzdür və bizdən səhvi soruşur. Cingiltili samitlərdən biri öz kar qarşılığı kimi tələffüz olunur. Burada bütün samitlər özü kimi tələffüz olunur. Sadəcə 2 samit 2 fərqli tələffüz olunan. Burada L-nın R kimi, L-R hər ikisi sonur samitdir. Bunlara bir-birinin qarşılığı deyə bilmərik. Q-nın da X kimi tələffüsü var. Q, X bir-birinin kar cingiltili samit cütlüyü deyil. Yanlış fikir soruşduğuna görə ona görə B variantını götürəcəyik. Sonra baxaq digər variantlara. Uzun tələffüz olunan bir sait var. Bəli, A uzun tələffüz olunub. Söz yazılışına əsasən hecaya bölünür. Fədakarlıq doğrudur. Sonra söz ahəng qanuna tabe deyil. Sözün yazılışına əsasən həll edəcəyik bu tapşırığı da. Burada Ə incədir, A və I qalındır. Ona görə bu da doğrudur.
B variantıdır bizim düzgün cavabımız. Daha sonra leksik mənası olmayan sözü demişik ki, bütün əsas nitq hissəsinə aid olan bütün sözlərin leksik mənası və qrammatik mənası olduğu halda köməkçi nitq hissələrin yalnız qrammatik mənası olur. Burada da həmçinin yalnız köməkçi nitq hissəsi kimi işləndiyinə görə burada cavabımız D variantı olacaq. Sonra qonaq otağı birləşməsinin birinci tərəfinin son samitinə hansı sözün tərkibində rast gəlmək olur? Burada qonaq otağı kimi tələffüz olunur. Qonaq otağı. Deməli, burada birinci sözün son samitinə fikir versək, Ğ samitidir. Burada yarpaq X kimi tələffüz olunur, şəfəq K kimi, külək İş kimi, yəni X üstü iştirik. Məntiq K səsini ifadə elədiyi halda qarabuğdayı sözü yazıldığı kimi tələffüz olunan sözdür və orada Ğ səsindən istifadə olunmuşdur. Ona görə cavabımız olacaq B variantı. Daha sonra 33-cü sualda nümunələrdəki cümlələr hansı zamanlarda işlənib ardıcıllıqla qeyd etməliyik? Xan daha ucadan səslənərdi. Deməli, səs sözün köküdür. Səsləməkdən səslənmək, ər və D. Buradakı ər qeyri qəti gələcək zaman, D isə id hissəciyinin şəkilçiləşmiş formasıdır. Deməli, birinci nə oldu? Qeyri qəti gələcək. Sonra 2. Deməli, tsunami okeanda zəlzələ nəticəsində yaranmışdı. Uşaqlar, burada yaranmaqdan mışdı. Mış nəqli keçmişdi. Nəqli keçmiş. D isə id şəkilçisinin, daha doğrusu id hissəcinin şəkilçiləşmiş formasıdır. Yazırıq burada nəqli keçmiş. Sonra binaların dam altlarında palçıqdan yuvalar düzəldəcəklər. Düzdən düzəlmək, düzəlməkdən düzəltmək, acaq əcək, qeyri-qəti qəti gələcək zaman. Qəti gələcək. Deməli, burada qeyri-qəti gələcək, nəqli keçmiş və qəti gələcək. Ona görə düzgün cavabımız D variantı olacaq. Daha sonra birində imiş köməkçi sözü feilin arzu şəklinə artırılıb. Deməli, feilin arzu şəklinin şəkilçisi AE şəkilçisidir. AE üstə gələk imiş olmalıdır. Yazmalı məli vacib, ona görə çıxdıq. Ası lazım. Yaz sözün köküdür. İndiki zaman şəkilçisi, mış, zaman şəkilçisi varsa xəbər şəklinin göstəricisidir. Yazmaqdan yazdırmaq, yazdırmış. Buradakı mış nəqli keçmiş zamanın şəkilçisidir. Ona görə yeni çıxdıq. Cavabımız yaz sözün köküdür. A arzu şəklinin şəkilçisi, imiş isə şəxs. İmiş isə deməli, mış isə imişin şəkilçiləşmiş forması. Daha sonra kursivlə yazılmış sözlərdən hansının yazılışında yanlışlığa yol verilmişdir? Deməli, burada odunun hissi bir sı ilə yazıldığına görə burada heç bir belə deyim, yanlışlığa yol verilməyib. A-nı çıxdıq. B variantı. Mustafa xətlərin kəsişməsi ilə bağlı olan məsələni düz yazdı. Deməli, burada uşaqlar xət, qoşa t, sonu eyni cinsli qoşa samitli tək hecalı sözlərdən, özündən sonra samitlə başlayan şəkilçi gələndə söz kökündəki samitin biri düşməli idi. Buradakı t-nın biri düşməli idi. Əslində cavab B variantıdır. Daha sonra keçək digər sualların izahına. 36-cı sual. Məcazi mənalı sözün işləndiyi cümləni müəyyən edin. Baxırıq. Atam qapının ağzında dayanıb məni gözləyirdi. Burada qapının ağzı, deməli, qapının həqiqətən ağzı olmur. Ona görə məcazi mənada işlənmişdir. Azərbaycanın səfalı yerlərini çox gəzmişəm. Azərbaycanın səfalı yerləri olur və gəzmək həqiqi məna ifadə edir. Ona görə 2-ni çıxırıq. Əsmanın güclü yaddaşı olduğu üçün baş verənləri unutmurdu. Burada altına xət çəkdiyim ifadələr deməli məcazi məna ifadə eləyir. Dünən məktəbdən gələndə küçədə uşaqlarla oynadığım üçün evə gecikmişdim. Burada heç bir məcazi mənalı ifadəyə rast gəlmədik. Ona görə cavabımız oldu 1 və 3 A variantı. İndi isə mətn suallarının izahına keçək. Deməli, mətnə əsasən tacirin yemək tapmama səbəbi kimi verilənlərdən biri doğrudur.
Burada cavab deməli Y variantıdır. Çünki deyir ki, yemək satılan bütün yerlər bağlı idi. Daha sonra mətnin digər suallarının izahına keçək. Deməli, 38-ci sualda deyir, üzərində rəqəm yazılmış sözlərdən hansı həqiqi mənada işlənmişdir? Burada cavabımız 2 olacaq. Çünki deməli burada 2. Alınan hər hansısa bir malın pulunun ödənilməsi bu artıq həqiqi məna ifadə eləyir. Ona görə cavabımız orada 2 olacaq. Daha sonra yəni B variantı. Qeyd edək bunu da. Mətndə tünd rənglə verilmiş ifadənin qarşılığını müəyyən edin. Mətndə tünd rənglə verilmiş ifadə budur ki, əli qoynunda qalmaq. Əli qoynunda qalmaq məyus və çarəsiz qalmaq deməkdir. Sonra hadisələrin düzgün ardıcıllığı. Birinci, tacirin qarıdan yemək alması. 5 ilə başlayacağıq. Daha sonra tacirin ölkəyə geri dönməsi. 4. Sonra 2. Tacirin qarının haqqını ödəməkdən boyun qaçırması. Daha sonra 1. Bəhlulun əhvalatı eşitməsi və bəhlulun buğdanı bişirməsi. Sonda isə 3. 5, 4, 2, 1, 3. Cavabımız olacaq C variantı. Sonra aclığa dözümü olmadığı üçün belə bir qərara gəlir cümləsinin mətndə işarə qoyulmuş hansı boşluğa əlavə etmək olar? Burada isə uşaqlar deyir ki, bir tacir səfər üstəymiş, axşam dükan bazar bağlandığına görə yeməyə bir şey tapa bilmir. Daha sonra bu boşluq, aclığa dözümü olmadığı üçün belə bir qərara gəlir, bir həyətin qapısını döyüb, bir qarıdan 10 dənə bişmiş yumurta alır. Deməli, bu cümlənin qarşısında bax, bu işarə qoyulmuş boşluğa əlavə etmək olar. Daha sonra 42-ci sual. Hansı sözlə başlayan cümləni mətndən çıxarsaq, mətnin məzmununa xələl gəlməz? Cavabımız külafi rəngi olacaq. Əsasən bu tipli suallarda hər hansısa bir sözün leksik mənasını verəndə deməli bu sözün mətnin məzmunundan çıxarsaq, mətnin məzmununa heç bir xələl gəlməyəcək. Daha sonra mətnin ideyasına uyğun gələn fikri müəyyən edin. Burada yalançının evi yanında heç kim inanmadı. Burada kimsə yalan danışmamışdı. Sonra ac toyuq yuxusunda darı görər. Xeyr. Haqq gec də olsa bərpa olunar. Cavabımız C variantı olacaq. Sonra Bəhlul öz davranışı ilə xəlifəyə nəyi öyrətmək istəyir? Deməli, cavabımız burada olacaq A variantı, ədalətli davranmağı. Yemək bişirməyin qaydaları deyil, tacirin zənginliyi deyil, buğdanın faydalarını deyil, zəhmətkeşliyin vacibliyini bu da deyil. Sonra deyir ki, xəlifə tacirin var dövlətini əlindən alır. Deməli, uşaqlar, bunun səbəbi nə idi? Çünki tacir qarının pulunu ödəmədiyi üçün qarı tacirdən xəlifəyə şikayət eləyir. Bunun nəticəsində xəlifə tacirin var dövlətini əlindən alır. Daha sonra 46. Mətndə nöqtələrin yerinə hansı fikir yazıla bilər? Deməli, orada deyir ki, ey ədalətli ağıllı xəlifə, nə olub ki, xəlifə deyir, nə olacaq, bişmiş buğdadan da taxıl bitər. Sonra isə Bəhlul deyir, Bəhlul nə deyəcək orada? Qardaşına onu sübut eləmək istəyirdi ki, bişmiş buğdadan taxıl bitmirsə, deməli bişmiş yumurtadan da cücə çıxmazmış. Keçək ikinci mətnimizin izahına. Deməli, Azərbaycanlıların soyqırımı hansı bölgələrdə həyata keçirilmişdir? Uşaqlar, baxın, burada Bakı, Şamaxı, Quba. Bakı, Şamaxı, Quba. Cavabımız olacaq A variantı. Daha sonra 48-ci. Mətndə baş verən hadisələr zamanı xalqımıza qarşı hansı qəddarlıqlar olmuşdur? Deməli, burada deyir ki, xalqımıza qarşı kütləvi qətllər, kəndlərin yandırılması, bir də milli mədəniyyət abidələrinin dağıdılması. Cavabımız olacaq A variantı. 1, 2, 3. Daha sonra
Burada isə 49-cu sualda mətndə çərçivə daxilində verilmiş sözün sinonimi kimi verilənlərdən biri yanlışdır. Burada çərçivə daxilində verilən söz nəfis sözüdür. Nəfis sözünün sinonimi zərif, incə, gözəl, qəşəng deməkdir. Cavabımız burada deməli kobud sözü olacaq. Y variantı. 50-ci sual. Mətndə tünd hərflərlə verilmiş sözü hansı sözlə əvəz etmək olar? Deməli, uşaqlar, burada təhrif olunmaq sözüdür. Təhrif olunmaq sözünü dəyişdirmək, korlamaq ifadələri ilə əvəz etmək olar. Ona görə 50-də cavabımız olacaq B variantı. Daha sonra mətndə əvvəlində Roma rəqəmi yazılmış ifadələr əsasında uyğunluğu müəyyən etməliyik burada. Deməli, burada qeyri-adi, görünməmiş, eşidilməmiş, baxaq, mətndən tapaq. Deməli, biri burada soyqırım sözüdür, biri fövqəladə sözüdür, biri isə havadar sözüdür. Deməli, yenidən suala qaydaq. Qeyri-adi, görünməmiş, eşidilməmiş, burada fövqəladə sözü olacaq. Bir dəqiqə. Sizə onu mətnin üzərində göstərmək üçün. Deməli, qeyri-adi, görünməmiş, eşidilməmiş. Burada fövqəladə sözüdür. Fövqəladə sözünün qarşısından Roma rəqəmi ilə 2 yazılıb. 2-nin qarşısından yazacağıq A. Daha sonra birinin tərəfini saxlayan, onu müdafiə edən bu havadar sözünün leksik təhlilidir. Havadar sözünün qarşısından Roma rəqəmi ilə 3 yazılıb. 3-ə yazırıq B. Digəri isə ayrı-ayrı əhali qruplarının irqi, milli yaxud dini əlamətlərə görə məqsədli şəkildə tam və ya qismən məhv edilməsi. Bu isə soyqırım sözüdür. Soyqırım isə qarşısında mətndə 1 yazılıb. Ona görə cavabımız olacaq. Deməli, Roma rəqəmi ilə 1-ə də C. 1-ə C, 2-yə A, 3-ə isə B uyğun gəlir. Cavabımız olacaq Y variantı. Daha sonra keçək 52-ci sualın izahına. Mətnə aid plan bəndlərinin ardıcıllığını müəyyən edin. Deməli, burada baxacağıq plan bəndlərinin ardıcıllığına. Bu 52-ci sualımızdır. Burada uşaqlar, birinci olacaq Azərbaycanlıların soyqırımının həyata keçirildiyi bölgələr, hansı ki, mətnimiz o cümlə ilə başlayır. Ona görə cavabımız burada, yəni ilk seçimimiz 1 olacaq. Daha sonra bunun ardınca 4. Həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün qurumun yaradılması. Daha sonra olacaq 1. Matəm gününün elan edilməsi. Daha sonra yekunda milli mənəvi dəyərlərimizin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışmaları. 2. 4, 2, 4, 3, 4, 1, 2. Cavabımız olacaq Y variantı. 53. Sovet dövründə ermənilər Azərbaycan milli mədəniyyətinə necə münasibət göstərmişlər? Onu dəstəkləmişlər? Yox. Klassik irsimizi özlərinə aid etmək istəyiblər. Cavabımız olacaq B variantı. Daha sonra 54. Məcazi mənalı ifadəni mətndəki nöqtələrin yerinə əlavə etməklə cümləni tamamlamaq olar. Hansı məcazi mənalı ifadəni? Deməli, burada mətnimizə baxacağıq görək. Mətnimizdə nöqtə hansı hissədədir? Deyir ki, AXC yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilmişdir. Deməli, biganə yanaşılmışdır, xeyr, çap edilmişdir, xeyr, oxunulmuşdur, xeyr, diqqət yetirilmişdir. Cavabımız olacaq D variantı. Daha sonra baxırıq
55-ci suala. Nəticə kimi verir ki, Azərbaycanlılara qarşı yürüdülən soyqırımı və torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi baş tutmadı. Niyə? Çünki AXC süqut etdi. AXC-nin süqutuna görə səbəbi bu idi. Bu siyasi ilk dəfə olaraq siyasi qiymət vermək cəhdi baş tutmadı. Sonra 56-cı sualda deyilir ki, mətndə altından xətt çəkilmiş söz hansı mənada işlənmişdir? Düzgün cavab qarşısında işarə qoyun. Burada ağır sözü idi. Ağır sözü orada məcazi mənada işlənmişdi. Məcazi. Amma deyir ki, sözü digər mənada cümlədə işlədin. Digər mənada, yəni həqiqi mənada cümlədə işlətməliyik. Burada isə ağır sözünü hər hansı bir həqiqi mənada işlədək. Məsələn, çantam ağır idi.